Salam, bugün mən sizlərə informatikadan Dövlət İmtahan Mərkəzinin 2025-ci il yeni nəşr test toplusundan testlərin izahını verəcəm. Demək, ilk öncə biz başlayırıq modelləşdirmə bölməsində olan cədvəl informasiya modelinin testlərinin izahına. Testlərin izahına başlamazdan öncə gəlin kanala abunə olaq, izahı bəyənək ki, testlərin ardı sizlər üçün kanalımızda yerləşdirilsin. Deməli, başlayaq testlərin izahına. Əvvəlcə birinci suala baxaq. Təqdim olunma formasına görə modellərin növlərini müəyyən edin. Təqdim olunma formasına görə modellər maddi və informasiya olmaqla iki növə bölünür. Cavab D variantı. Qısa olaraq qeyd edeyim ki, maddi informasiya hər hansı bir orijinal obyektin bir maketinin hazırlanması deyim sizə və yaxud bir heykəlin, yəni biz o modelə baxanda heç bir informasiya almırıq. Sadəcə olaraq görünüş olaraq bizə müəyyən bir görüntü bəxş eləyə bilər, biz informasiya əldə etmirik. Amma informasiya modeli isə əksinə olaraq həmin modelə baxanda biz orijinalı gözümüzün önünə gətirərək ondan müəyyən informasiyalar əldə edə bilərik. Məsələn, müəyyən bir bina çertyojunda ölçüləri dəqiqliklə orada qeyd olunduğu üçün biz oradan ən vacib informasiya məlumatını daha doğrusu əldə edə bilirik. Ona görə də maddi və informasiyanın fərqlərini artıq müəyyən edə bildik. İkinci sual, zaman amili nəzərə alınmaqla modelin hansı növləri var? Zaman amili nəzərə almaqla iki növ ayrılır ki, statik və dinamik. Statik, yəni zamandan asılı olmayaraq bu informasiya modeli deməli dəyişmir. Yəni, məsələn, biz bilirik ki, suyun qaynama temperaturu 100 dərəcə Selsidə qaynayır, 0 dərəcədə isə donur. Bu informasiya heç bir zaman dəyişmir. Yəni, zamandan asılı olmayan bir informasiyadır. Ona görə statik deyilir. Dinamik informasiya isə dəyişən bir məlumatdır. Müəyyən zaman anında, məsələn, valyuta məzənnəsinin dəyişməsi, qızılın alış-satış qiymətləri, yəni bu kimi informasiyalar artıq dəyişən informasiya olduğuna görə buna dinamik informasiya deyilir. Bu müəyyən yerlərdə, fərqli istiqamətlərdə biz onu qeyd edə bilərik. Mən sadəcə olaraq misal olaraq dedim sizə ki, bir fikir formalaşsın. Üçüncü sualda modeli yaradılan obyekt necə adlanır? Modeli yaradılan obyekt onun orijinalı adlanır. Yəni, biz orijinala baxaraq oradan bir model, bir obyekt hazırlayırıq. Deməli, üçüncü sualın cavabı da oldu B variantı. Hansı halda, dördüncü suala baxırıq, hansı halda modelləşdirmədən istifadə etmək şərt deyil? Bir oxuyaq variantları. A. İnsanın daxili orqanlarının ümumi görünüşünü təsvir etdikdə. Bəli, biz biologiya dərsində hər hansı bir insanı artıq göz önünə gətirmirik. Onun bir maketini hazırlayırıq və həmin maket içərisində daxili orqanları nümunə olaraq göstərən xüsusi əşyalar hazırlanır ki, bu da həmin orqanları xatırlayır və onun üzərində müəyyən işlər görmək mümkündür. Burada ehtiyac var. B variantında həll yolu məlum olmayan riyazi məsələlərdə. Demək, burada qeyd olunur ki, həll yolu məlum olmayan bir riyazi məsələnin biz heç cür modelləşməsini yarada bilmərik. Yəni, bir modelini yarada bilmərik. Çünki bizə həll yolu məlum olan bir obyekt lazımdır ki, biz ona nəzərən müəyyən bir obyekt, müəyyən bir model yarada bilək. Ona görə də cavab burada B variantı olacaq. Digər variantlarda nəzərdən keçirdək. Fərqli strukturlu binanın zəlzələ davamlılığının öyrənilməsində. Bəli, düzdür. Yeni növ təyyarənin hazırlanmasında. Bu da düzdür. Maddələrin molekulyar quruluşunun öyrənilməsində. Bəli, bu da kimya dərsində, laboratoriyalarda müəyyən quruluşlu obyektləri görmək mümkündür. Dördüncü sualımızın da cavabı B variantı oldu. Beşinci suala baxırıq. İstifadə sahəsinə görə modellərin hansı növləri vardır? Deməli, biz öyrənəcək cədvəl, ağac və qraf modellərini. Hal-hazırda biz cədvəl informasiyasına aid testlərə baxırıq və müəyyən məsələlərdə biz cədvəldən istifadə edəcəyik. Cavab burada A variantı olacaq. 6-cı sual. Biri informasiya modelinin növü deyil. Demək, informasiya modeli haqqında qısaca olaraq sizə xatırlatma etdim. İndi variantlara baxaq görək hansı uyğundur.
A variantında söz. Söz əlbəttə ki, sözdən biz müəyyən informasiya əldə edə bilirik. Qısa olaraq məsələn xəbərdarlıq olaraq bir söz qeyd oluna bilər. Məsələn, təhlükəlidir kimi bir söz bizə artıq müəyyən bir informasiyanı verir. B variantı qlobus. Qlobusu saxlayaq. C variantında şəkil. Şəkil, bəli, müəyyən şəkil üzrə biz hər hansı bir informasiyanı əldə edə bilərik. Demək, D variantı sxem. Sxem, məsələn, qatar yollarının sxemi olur ki, biz hansı istiqamətdən gəldiyini, hansı istiqamətdən getdiyini görə bilirik. Y variantı cədvəl. Cədvəldə də bəli, hər hansı bir əhalinin artım, azalma illərinin cədvəlini qura bilərik ki, buradan da o informasiyanı əldə edə bilirik. B variantında qlobus ona görə deyil ki, qlobus maddi modeldir. Çünki qlobusda biz sadəcə bir xəritə görürük və bu xəritənin rənglənmiş formasını görürük. Orada konkret olaraq hansı ölkənin harada yerləşdiyini görə bilmirik. Bunu biz xəritə vasitəsilə görə bilirik, amma qlobusda bu mümkün deyil. Ona görə də qlobus maddi modeldir, informasiya modeli deyil. Cavab B variantı. 7-ci sualda cədvəl informasiya modelinə aid deyil. Cədvəl informasiya modeli adından bəlli olduğu kimi biz cədvəl yaradanda sətir, sütun, sətir və sütunun kəsişməsi olan xana, daha sonra başlıq sətri adətən qara hərflərlə yazılır ki, qeyd olunsun ki, yəni digər variantlardan fərqlənsin. C variantında til yazılıb. Til uşaqlar qraf modelinə aiddir. Ona görə də cavab C variantı olacaq. 8-ci suala baxaq. Yusif, Elşən, Xədicə, Ayan, Turanə hər biri yalnız bir fən olmaqla riyaziyyat, informatika, biologiya, tarix, coğrafiya fənləri üzrə olimpiyada hazırlaşırlar. Burada bizə köməkçi olaraq deməli sözlər verilib. Bunun üçün biz bir cədvəl quraq. Cədvəlimiz 5 sətr, 5 sütundan ibarət olan bir cədvəl olsun və cədvəl üzərində qeydlərimizi aparaq. Deməli, cədvəlimizi qurduq və qeydlərimizi aparaq. Qeyd olunur ki, Yusif, Xədicə ilə Elşən isə Ayanla bir sinifdə oxuyurlar. Yusif informatika fənni üzrə olimpiyadaya hazırlaşır. Burada biz işarəmizi qoyaq ki, Yusif informatikaya hazırlaşır. Coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Bu hansı şəxsdir ki, bu heç bir uşaqlarla sinif yoldaşlıq etmir. Bunu da yenə saxlayaq. Tarix olimpiyadasına hazırlaşan şəxs Elşən ilə sinif yoldaşıdır. Bunu da qeyd eləyək. Deməli, Elşən ilə sinif yoldaşıdırsa, deməli, Elşənlə Ayan ola bilər. Tarix olimpiyadasına hazırlaşan onda kim olacaq? Ayan olacaq. Çünki burada qeyd olunub ki, Elşənlə Ayan bir sinifdə oxuyur. Onda biz tarixə Ayanı qeyd eləyirik. Riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Deməli, burada 2 oğlan var. Biri Yusifdir, biri Elşəndir. Yusif informatikada olduğuna görə riyaziyyatda hazırlaşan Elşən olacaq. Elşənə də işarə qoyduq. Qaldı yerdə kimlər? Deməli, qaldı yerdə biologiya, coğrafiya. Biologiyaya hazırlaşan şəxs qeyd olunur ki, burada coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şəxs heç bir uşaqla, yəni sinif yoldaşı deyil. Olimpiyadaya hazırlaşan heç bir uşaqla sinif yoldaşı deyil. Ona görə, deməli, burada da sinif yoldaşı olan kimdir? Yusif ilə Xədicə. Deməli, Xədicə biologiyaya hazırlaşır, amma coğrafiyaya hazırlaşan isə Turanədir. Deməli, Turanə heç bir uşaqla sinif yoldaşı deyil. Cavabımızı cədvəl informasiyasında aldıq. İndi variantlarla yoxladaq. Yusif informatika düzdür, Elşən riyaziyyat düzdür, Ayan coğrafiya xeyr səhvdir. B variantına baxaq. Yusif informatika düzdür, Xədicə riyaziyyat yox səhvdir. Yusif informatika düzdür, Elşən riyaziyyat düzdür, Turanə coğrafiya düzdür, Xədicə biologiya düzdür, Ayan tarix düzdür. Bəli, cavabımız olacaq C variantı. Deməli, keçirik artıq 9-cu sualımıza. 9-cu sualın da qeydlərinə baxaq. Deməli, Anar, Eltac, Nurlan, Vəkil və İman yarışda ilk 5-ci yeri tutdular. Vəkil Eltacdan daha aşağı, Anardan isə daha yüksək yer tutdu. Deməli, biz burada cədvəllə də edə bilərik. Və qısa yol olaraq mən sizə bunu qeyd edeyim. Deməli, bizdə yerlər verilib. 1-ci yer, 2-ci yer, 3-cü yer, 4, 5. Və qeyd olunur ki, Vəkil Eltacdan daha aşağı, Anardan isə daha yüksək yer tutdu. Deməli,
burada yerləri hələ də tam dəqiq qeyd edə bilmərik. Növbəti ipuçlarına baxaq. Nə Nurlan, nə də İman anardan yüksək yer tutmayıblar. İman axırıncı yeri tutmadı. Aha, deyir burada vəkil Eltacdan daha aşağı, anardan isə daha yüksək yer tutdu və qeyd olunur ki, nə Nurlan, nə İman anardan yüksək yer tutmayıblar. Deməli, baxırıq, anar axırıncı yer deyil. Anarın axırıncı yeri olmamağı o deməkdir ki, anardan sonraki kimdir? Anardan sonraki, anardan yüksək yer tutmayan Nurlan və İman arasında bir şəxsdir və burada İman axırıncı yer tutmadığından deməli Nurlan 5-ci yerdir. Nurlan 5-ci yerdirsə, İman axırıncı yeri tutmayıbsa, onda İman 4-cü yer olur. Və bunlardan yüksək yer tutmayıb deyirsə, bu anardır. Deməli, 3-cü yer anar olur və deyir vəkil Eltacdan daha aşağı, anardan isə yüksək yer tutub. Onda vəkil olur 2-ci yer, ən yüksək isə 1-ci yer Eltac olacaq. Onda cavabımıza baxsaq Eltac 1, vəkil 2, anar 3, İman 4, Nurlan isə 5. Bəli, cavabımız elə A variantı olur. A variantı. Deməli, digər sualımıza baxaq. Hündürlüyə tullanma üzrə yarışda A, B, C, Y, F, G, M yarışıblar. İştirakçıların nəticələri ilə bağlı aşağıdakılar məlumdur. Deməli, yenə burada biz qeydlərimizi aparaq. Məsələn, yenə bura biz rəqəm olaraq yazaq sayılarını. 6, 7, deməli, yarışmacı var. 3, 4, 5, 6, 7. Aha, indi isə qeydlərimizi aparaq. Deyir ki, B birinci olmayıb, amma A-dan yaxşı nəticə göstərib. Aha, B birinci olmayıbsa, onda B neçənci olar? B ikinci olar ki, o birinci yeri artıq tuta bilməyib. Onda B-yə biz ikinci yeri işarə edirik. Amma A-dan yaxşı nəticə göstərib. A-dan yaxşı nəticə göstərdiyinə görə A olur avtomatik 3-cü yer. Deyir, A-nın nəticəsi C-dən daha yaxşı. G-dən isə daha aşağıdır. A-nın nəticəsi C-dən daha yaxşı olur deyirsə, avtomatik olaraq C 4-cü yer olur ki, A C-dən daha yaxşı nəticə göstərib. Amma G-dən daha aşağıdır. Artıq biz G-ni aşağıda qeyd edə bilmərik. Çünki bunlardan da yüksəyi elə G-nin özüymüş. Qaldı yerdə 5-ci, 6-cı, 7-ci yerlər. Deyir, M yalnız Y-dən yaxşı nəticə göstərib. M Y-dən yaxşı nəticə göstərdiyinə görə, onda bizim qeydimiz buna nəzərən olur ki, M yalnız Y-dən yaxşı nəticə göstərib. Deməli, Y-dən yaxşı nəticə göstərmək üçün Y 7-ci yer olmalıdır və Y-dən yalnız Y-dən olduğuna görə Y 7-ci yer və ondan yüksək M-dir. Onda 5-ci yer ilə özü olacaq nə? F. Bir də qeyd edirəm. Birinci yer olmayıb deyirsə, biz B-ni ikinci yer əlavə edirik. A-dan yaxşı nəticə göstərib. A-dan yaxşı nəticə göstəribsə, demək A 3-cüymüş. A-nın nəticəsi C-dən daha yaxşı olduğuna görə C 4-cü olur. G isə 1-ci olur. M deyir, yalnız Y-dən yaxşı nəticə göstərib. Yəni, ən son variant Y-ymiş ki, Y-dən də yaxşı nəticə göstərən yalnız M-dir. Onda M olacaq 6-cı yer və F olur 5-ci yer. Bizdən nəyə soruşur? Yarışda 5-ci yerin iştirakçısı, deməli, F olacaq. Cavab C variantı. Gələk 11-ci suala. 11-ci sualda müəllim, sürücü, çilingər və mühəndis. Adil, Eldar, Müşfiq və Əliyar kafedə toplaşmağa qərar verdilər. İlk olaraq kafeyə sürücü gəldi. Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Müşfiq çilingər deyil. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Verilən mülahizələrə nəzərən Eldar və Müşfiqin peşələrini tapın. Biz burada artıq cədvəldən istifadə edək, bir cədvəl quraq. Deməli, cədvəli çəkdik. Sol tərəfdə sütunlarda müəllim, sürücü, çilingər, mühəndis. Yuxarıda isə başlıq sətirlərində Adil, Eldar, Müşfiq və Əliyarı qeyd elədik və bir-bir işarələrimizi qoyaq görək, buradan nə ala bilərik. Qeyd olunur ki, ilk olaraq kafeyə sürücü gəldi. Adil və Müşfiq kafeyə birlikdə gəldilər.
Buradan belə məlum oldu ki, Adil və Müşfiq sürücü deyil. Çünki onlar ilk gəlməyiblər. Onlardan əvvəl gələn sürücü olub, bunlar isə sonra gəliblər. Deməli, Adil və Müşfiq sürücü deyillər. Sürücü deyillər. Müşfiq də çilingər deyil, həmçinin çilingər deyil. Deməli, sonra deyir ki, müəllim Əliyara zəng edərək yolda tıxaclı olduğunu və ona görə gecikdiyini dedi. Buradan biz Müşfiqi tapa bilərik ki, Müşfiq həm də müəllim də deyil. Çünki Müşfiq ilk gələndən sonra gələn olduğuna görə, həmçinin müəllim də ən sonda gəldiyinə görə Müşfiq artıq müəllim deyil. Yerdə qalan mühəndis demək Müşfiq mühəndis imiş. Sonra baxırıq ki, deməli, burada deyir ki, Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Adil sürücü deyil. Həmçinin mühəndis də deyil. Artıq mühəndis bildik ki, Müşfiqdir. Və Adil də gəldiyinə görə və o da müəllim ola bilməz. Yerdə nə qalır? Çilingər qalır. Deməli, Adil çilingərdir. 2 peşəmiz və 2 adamımız var. Deməli, Eldarın burada adı çəkilmir. Çünki Eldar ilə ən sonda gələn adam imiş. Yəni, müəllim artıq Əliyara zəng eləyirsə, deməli, Əliyar kafedədir, müəllim isə hələ gəlib çıxmayıb. Adillə də Müşfiq gəldiklərinə görə, deməli, sonda gələn, yəni müəllim olan elə Eldarın özüymüş. Və digərləri deyilmiş. Aha, sonda bizim peşəmiz nə qalır? Sürücü. Deməli, Əliyar da sürücü olurmuş. Bizdən indi nə istəyir? Deyir ki, Eldar və Müşfiqin peşələri. Eldar olacaq müəllim, Müşfiq isə olacaq mühəndis. Cavab A variantı. Deməli, 12-ci suala baxaq. Bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzahir və Azər görüşüblər. Onların bəziləri cari ilin, bəziləri isə əvvəlkilərin məzunlarıdırlar. Onlar ixtisasca həkim, jurnalist, proqramçı, memar və iqtisadçıdırlar. İlk öncə qeyd eləyək, iqtisadçı olan Əlidir ya da Mirzədir. Proqramçı Mirzə deyil. Deməli, Mirzə proqramçı deyilmiş. Mirzə və Azər əvvəlkilərin məzunlarıdır. Jurnalist əvvəlkilərin məzunu deyil. Həkim və memar cari ilin məzunlarıdır. Deməli, burada deyilir ki, Azər və Mirzə əvvəlkilərin məzunlarıdır. Əvvəlki ilin məzunlarıdırsa, onda onlar nə jurnalistdir, nə həkimdir, nə də memardır. Deməli, Azər nə olur? Həkim, nə jurnalist, nə də memar. Mirzə də nə həkimdir, nə jurnalistdir, nə də memardır. Aha, buradan artıq çıxdı ki, və birinci də qeyd olmuşdu ki, iqtisadçı olan ya Əlidir, ya da Mirzədir. Deməli, elə iqtisadçı Mirzə imiş. Onda Azər də iqtisadçının üzərindən X qoysaq, yerdə qalır proqramçı. Daha doğrusu, bizdə olacaq proqramçı Azər. Və elə sualımızda da soruşur, Azərin peşəsi nədir? Azərin peşəsi A variantı proqramçıdır. Keçək indi 13-cü məsələmizə. 13-cü məsələmizdə nə qeyd olunur? 6 dost, İlkin, Tahir, Elmir, Nigar, Əli, Azər, Dram dərnəyində faciə, komediya və melodram janrlarında olan tamaşalarda rollar alıblar. Dostlar rolları 2 nəfər olmaqla məşq edirlər. Deməli, yenə də biz buradan bir yenə cədvəl çəkək və daha rahat tapaq. Deməli, 13-cü məsələmizdə qeyd elədik biz cədvəlimizi və indi baxaq görək nə deyir. Tahir və Nigar eyni janrda rol almayıblar. Tahir və Nigar eyni janrda rol almadığından, çünki burada deyir ki, məsələmizi bir də oxuyaq. 6 dost, İlkin, Tahir, Elmir, Nigar, Əli, Azər, Dram dərnəyində faciə, komediya və melodram janrlarında olan tamaşalarla rollar alıblar. Dostlar rolları 2 nəfərlə deyir, məşq eləyir. Tahirlə Nigar eyni janrda olmadığından, ona görə bunlar ayrı-ayrı janrdadılar. Nigar komediya janrındadır. Aha, artıq Nigar bəlli oldu ki, komediyadadır. Əli, İlkin də eyni janrda rol alıblar. Aha, bunu bildik ki, onda bunlar Tahir də ayrı janrdadır. Nigar bildik ki, komediyadadır. Əli və İlkin də, onlar da digər bir janrdadılar ki, ikisi bir yerdə düşüblər. Elmir Tahir ilə eyni janrda rol almayıb. Elmir Tahir ilə eyni janrda rol almayıb. Deməli, onda Elmirlə də Tahir
demək ikili olaraq bir janrda deyillər. Deyir, Tahir melodram janrında rol almayıb. Burada qeyd elədi ki, Nərgizlə, Nigarla eyni janrda deyillər. Deməli, Tahir komediyada deyil. Yerdə qalır melodram və faciə. Sonda deyir, Tahir melodram janrında rol almayıb, onda Tahir olur nə? Faciə. Və Tahirlə Elmir eyni janrda olmadığından Elmir deməli faciədə deyil. Əli ilə də İlkin faciədə deyirlər, çünki artıq onlar 2 nəfər birləşirlər. Yerdə bir dənə qalır Azər. Deməli, Azərlə Tahir imiş. Faciə janrında cavab A variantı. Keçdik 14-cü məsələyə. 14-cü məsələni oxuyaq görək nə deyilir. Mağazadan müxtəlif rəngli, deməli, göy, qırmızı və yaşıl top alan Əsmər, Hikmət və Dəniz Ömərlə rastlaşdılar. Ömərin kimin topu nə rəngdədir sualına onlar belə cavab verdilər. Əsmər, mənim topum qırmızıdır. Yaşıl top isə Hikmətindir. Hikmət, mənim topum göydür. Yaşıl top isə Əsmərindir. Dəniz, mənim topum yaşıldır. Göy top isə Əsmərindir. Uşaqların bir dəfə doğru, bir dəfə isə yalan dediyi məlumdursa, onların hər birinin topunun rəngini müəyyən edin. Deməli, cədvəlimizi qurduq və qeydlərimizi aparaq. Deyir ki, Əsmər, burada qeyd olunur ki, uşaqların bir dəfə doğru, bir dəfə yalan dediyi məlumdursa, onda belə tapa bilərik. Əsmər deyir, mənim topum qırmızıdır. Mənim topum qırmızıdır, deyir. Yaşıl top isə deməli Hikmətindir. Yaşıl top Hikmətindir. Aha, buradan işarə qoyaq. Daha sonra Hikmət deyir ki, mənim topum göydür. Mənim topum göydür. Yaşıl top isə Əsmərindir. Yaşıl top isə Əsmərindir. Dəniz, mənim topum yaşıldır, deyir. Mənim topum yaşıldır, deyir. Göy top isə Əsmərindir. Deməli, göy top isə, daha doğrusu, Əsmərə göyü işarələyək. Deməli, baxırıq burada ki, Hikmətə nə? Deməli, Hikmətə qırmızı top deyilməyib. Bu iki seçimdən biri olacaq. Ya göy olacaq, ya yaşıl. Dənizə isə nə qırmızı deyilir, nə də göy deyilir. Deməli, dənizin yaşıl topu var. Dəniz oldu yaşıl. Baxırıq, Hikmət dedik, dəniz yaşıldırsa, onda Hikmət də yaşıl olmur. Yerdə qalır. Deməli, Hikmət göy. Hikmətə oldu göy. Aha, hər ikisinin də cavabı tapılandan sonra yerdə qalan olur Əsmər, qırmızı. Cavaba baxaq görək. Əsmər qırmızı, Hikmət göy, dəniz isə yaşıl. Cavab B bəndi. Keçək indi 15-ci suala. 15-ci sualda nə qeyd olunur? Baxaq. 5 dost Murad, Kamran, Elvin, Rauf və Samir qonşu olaraq 5 mərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayırlar. Məlumdur ki, Kamran Elvindən daha aşağı. Muraddan isə, deməli, 5 mərtəbəli əvvəlcə bir bina düzəldək. Biz orada qeyd eləyək. 5 mərtəbəli bina düzəltdik. 1, 2, 3, 4 və 5. Sonuncunu silək. Deməli, qeydlərimizdə aparaq. Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə yaşayır. Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı. Nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Samir orta mərtəbədə yaşayır. Deməli, Samir orta mərtəbədə yaşayırsa, yəni yuxarı 2, aşağı 2 olanda Samir düşür bura. Sonra deyir, nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamırlar. Muraddan yuxarı mərtəbədə yaşamırlarsa, onda Murad ikinci yer olacaq, ikinci mərtəbədə olacaq. Deyir, Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə. Muraddan yuxarı mərtəbədə onda olacaq Kamran. Deməli, Kamran Elvindən aşağı. Daha doğrusu, Kamran yox, Elvin olacaq. Birinci mərtəbədə. Çünki deyir, Kamran Elvindən daha aşağı. Yəni, Kamran onda burada olacaq. Muraddan isə yuxarı mərtəbədə yaşayır. Kamran Elvindən
aşağı yox. Bir dəqiqə yenidən həll eləyək. Daha doğrusu bunları silək. Samiri saxlayaq bir də. Samir bildi ki, orta mərtəbədədir. Baxırıq ki, Kamran Elvindən daha aşağı. Kamran Elvindən daha aşağı və Muraddan isə yuxarı mərtəbə dediyinə görə Kamranı biz Samirdən aşağı qeyd eləyək. Elvindən deyir daha aşağı. Daha doğrusu burada Elvin olacaq. Elvin. Deyir Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə yaşayır. Muraddan yuxarı mərtəbədə Murad sonda olur. Kamran, indi məlumlaşır artıq. Kamran burada və deyir nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Düzdür, Muraddan yuxarı mərtəbədə Kamran yaşayır. Onda Rauf gəlir, deməli, Kamran Elvindən aşağıda yaşayırsa Elvin buradadır və birinci mərtəbədə isə elə Raufun özü yaşayacaq. Bizdən nə soruşur? Hər birinin ayrı-ayrılıqda. Demək, Rauf olur birinci mərtəbə, Elvin olur ikinci mərtəbə, Rauf 1, Elvin 2. Baxaq görək, Rauf 1, Elvin 2. Burada nəsə səhvlik elədik. Bir daha yenidən quraq, yenidən baxaq. Ola bilər ki, gözümüzdən nəsə yayına bilər. Bir də yenidən baxaq, bir dəqiqə. Gəlin əvvəlcə biz mərtəbələrimizi qeyd eləyək. Çünki biz müəyyən çaşqınlıqlar yaşadıq. Ona görə mərtəbələrimizi qeyd eləyək, sonra başlayaq. Deyir ki, Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə yerləşir. Nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Samir orta mərtəbədə yaşayır. Samirin orta mərtəbədə yaşadığını biz 3 kimi qeyd eləyə bilmərik. Amma biz onu 2-də hələ ki yazaq, Samiri. Görək sonra nə olar. Kamran Elvindən daha aşağı. Kamran Elvindən daha aşağıdırsa, onda elə Elvin 5-ci mərtəbədə yaşayır və Kamran ondan aşağıdadır. Yəni, Kamran da elə 4-cü mərtəbədə yerləşir. Muraddan isə yuxarı mərtəbədə yaşayır. Murad onda olacaq 3-cü mərtəbədə, çünki Muraddan yuxarıdadır Elvin, daha doğrusu Kamran. Samir orta mərtəbədə yaşayır, bunu bildik. Yerdə qalan 1-ci mərtəbə isə Raufun yaşadığı yer alınır. Biz aldıq, deməli, 5-ci mərtəbədə oldu Elvin, Kamran oldu 4, Murad oldu 3, Samir 2, Rauf 1. Cavab olacaq D variantı. 15-də D variantı. Sadəcə mərtəbəni qeyd eləyəndə onda daha rahat tapmaq olur. Keçək 16-cı məsələ. Samirin ailəsində 6 nəfər var. Samir ata, ana, əmi, dayı, bibi. Deməli, neçə nəfər oldu? 6 nəfər. Bibi əmidən böyükdür. Gəlin bunları qeyd eləyək. Bibi əmidən böyükdür. Bax, bibi əmidən böyükdür. Amma dayıdan kiçikdir. Yəni, bibi dayıdan kiçikdir. Ata anadan böyükdür. Ata anadan böyükdür. Ana. Bibi anadan böyük deyil. Yəni, bibi onda anadan kiçik olur. Ailədə ən böyük dayıdır. Ən böyük dayıdır. Biz indi dayıdan əvvəlki olan böyüyü tapaq, sonra dayı ilə müqayisə eləyək. Ən böyük baxırıq ki, burada kimdir? Deməli, ən böyük, bibi əmidən böyükdürsə, onda elə, çünki baxırıq ki, bibi kiçikdir dayıdan və ən böyük dayı dediyindən ən böyük dayı deyirik biz. Ən böyük dayıdır. Dayıdan biraz kiçik kim ola bilər? Dayıdan biraz kiçik çünki ata ola bilər. Ata çünki bibidən böyükdür. Həm də anadan böyükdür. Onda atanı yazaq. Ata. Atadan biraz kiçik olur. Atadan biraz kiçik olur. Ana.
Anadan da kiçik olur bibi. Bibidən də kiçik olan kimdir? Əmidir. Deməli, bizdə nədir? Ailənin ən kiçiyinin Samir olduğunu bilərək doğru yaş sıralamasını müəyyən edin. Samirdir. Samirdən sonra əmi gələcək. Əmidən sonra bibi gələcək. Bibidən sonra ana, ata və dayı. Onda cavab A bəndi olacaq. Keçirik 17-ci suala. Fərid, Ləman, Rauf, Sevinc və Orxan kinoya baxmaq üçün kinoteatra gedirlər. Onlar birlikdə daxil olur və hərəsi orada 1, 2, 4, 5 və 7 saat vaxt ayırıb ayrılırlar. Deməli, məlumdur ki, Ləman, yenə də burada bir cədvəl quraq. Cədvəl bizə daha rahat tapmamıza kömək olacaq. Cədvəlimizi qurduq. Deməli, qeydlərimizi aparaq. Ləman kinoteatrdan hamıdan tez çıxdı. Deməli, Ləman ilə 1 saat qeyd keçiribmiş. Ləman 1 saat. Rauf Orxandan sonra kinoteatrdan ayrılır. Sevinc hamıdan çox vaxt keçirir. Deməli, Sevinc ən sonda gedən imiş. Fərid Ləmandan 3 saat sonra kinoteatrda qalır. Fərid Ləmandan 3 saat çox deyirsə, onda 4 saat olacaq Fərid. 4 saat Fərid. Və Rauf Orxandan sonra getdiyinə görə Orxan olacaq 2 saat. Ondan sonra gedən isə olur kim? Rauf. Bizdən soruşur, Rauf kinoteatrda neçə saat vaxt sərf etdi? 5 saat. Cavab B bəndi. Keçək 18-ci suala. Milliyyətcə türk və ərəb olan tələbələr A, B, C, D, Y, riyaziyyat, informatika, fizika, tarix və hüquq fakültələrində təhsil alırlar. Deməli, tələbələrin adlarını hərflərlə qeyd edirlər və fakültələri də fənlərlə. Və yenə burada da bir cədvəl quraq. Cədvəlimizi qurduq. İndi isə qeydlərimizi aparaq. B ya fizika ya da hüquq fakültəsində təhsil alır. D informatika fakültəsində təhsil almır. D informatikada almırsa ona bir X qoyaq. D və Y türk tələbələrdir. Ərəb tələbələr riyaziyyat, fizika və tarix fakültəsində təhsil alırlar. Deməli, ərəblər fizika, tarix, riyaziyyatda alırsa, onda D və Y bunlara aid deyil. D və Y riyaziyyatda da almır təhsil, fizikada da almır və tarixdə də almır. Buradan məlum olur ki, D gəlir hüququ götürür. Hüququ götürdüyünə görə Y hüququ götürə bilməz, qalır yerdə informatika. Bizdən də soruşur, kim informatika fakültəsində təhsil alır? Cavab D bəndində Y tələbəsi. Keçək indi 19-cu suala. Biraz uzun sualdır. Bunda da oxuyaq. Aygün, Sevinç, Samir, Hacı, Rəşad adlı 5 qrup yoldaşı İsmayıl, Bakı, Tovuz, Goranboy və Quba şəhərlərindədirlər. Onlar tətili harada keçəcəklərini planlayırlar. Məlumdur ki, yenə bizim ipucular verəndə biz artıq özümüz üçün bir cədvəl yaradıq. Cədvəlimizi qurduq, gəlin diqqətlə verilənləri qeyd edək. Aygün və Sevinç ilk dəfə Bakıda universitetdə qəbul olduqları zaman olublar. Onda bunlar Bakılı deyirlər. Deməli, Aygün və kim? Sevinç. Bunlara X qoyaq. Deməli, Hacı və Rəşad Goranboy və Tovuzu heç görməyiblər. Hacı və Rəşad Goranboyu heç görməyiblər. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Qubada və Tovuzda bir neçə dəfə olduqlarına görə bunlar da oralı sayılmırlar. Yəni, deməli, Samir və Sevinç. Quba və Tovuz. Bunları da X qoyduq. Samir, Rəşad və Hacı İsmailə heç getməyiblər. Samir, Rəşad və Hacı. Bunlar da İsmailiyə heç getmədiklərini deyirlər. Hacı həmçinin Qubanı da heç görmədiyini bildirib. Yerdə qalır nə? Hacı Goranboy və Tovuza da heç getmədiyini bildirib deyirsə, biz bunu da qeyd eləməliydik. Tovuza da getməyib, Goranboy da görməyib. Deməli, onda Hacı olur Bakılı. Hacı Bakılıdırsa, bunları da X qoyuruq, çünki bunlar Bakılı olmurlar. Deməli, burada Samirə düşür Goranboy.
Buna da Goranboyu silirik. Sevincə düşür İsmayıllı. İsmayıllı olduğuna görə bunlara da X qoyuruq. Yerdə qalır Aygünlə Rəşadın harada olmağı. Bir də diqqət yetirək. Deyirik ki, Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olduqları zaman olublar. Hacı, Rəşad və Hacı və Rəşad deməli Goranboy Tovuza heç getməyiblər. Deməli, Hacı, Rəşad Goranboya heç getməyiblər. Rəşad həm də Bakılı deyil. Rəşad həm Bakılı deyil. Daha doğrusu, başqa da görək nə qeyd eləməmişik. Samir, deməli, Rəşad həm də İsmailliyə heç getməyib. Yerdə nə qaldı? Həmçinin Qubanı da heç görməyib Hacı. Bildi ki, Hacı Bakıdır. Sevinç İsmayıllıdır. Samir Goranboydur. Baxaq, Tovuzda Aygün olubmu, olmayıbmı? Aygün Bakıda, olmayıb. Başqa da ipucumuz görək nə var. Hacı, Rəşad, Goranboy və Tovuza heç getməyiblər. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Heç İsmail'e getmədiklərini dedilər. Deməli, Rəşad, axı burada qeyd olunub Rəşad Goranboy və Tovuza. Rəşad Tovuza da deməli Tovuzdan deyil, onda Rəşada Quba düşür. Rəşada Quba düşürsə Aygündən Qubanı silirik. Aygündə olur Tovuz. Cavab olacaq Aygün deməli Tovuz. Aygün Tovuz, Sevinç İsmayıllı, Samir Goranboy, Hacı Bakı, Rəşad Quba. Demək, cavab olacaq D variantı. Keçək 20-ci suala baxaq. 20-ci sualda nə qeyd olunur? 5 şagird Lalə, Samirə, Orxan, Gülçin, Elman məktəbi keçirilən informatika fənni üzrə bilik yarışında 1, 2, 3, 4, 5 yerləri tutdular. Məlumdur ki, yenə də burada kiçik bir cədvəl yaradaq. Deməli, cədvəlimizi qurduq, yerləri yazdıq və oxuyaq. Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Deməli, Orxan ilə birinci olubmuş. Lalə, Gülçin və Elman sonuncu deyil. Deməli, Gülçin və Elman 5-ci yerə sahib deyildilər. Bu aralıqda bir yerdədirlər. Lalə, Orxan qədər də olmasa digər şagirdlərin içərisində ən yaxşı informatika beyninə sahib olduğunu nümayiş etdirdi. Deməli, elə Lalə 2-ci yerə sahib imiş. Gülçin nəticəsinə görə Elmanı üstələdi. Dedik ki, Gülçinlə Elman 5-ci yerə sahib deyillər. Gülçin həmçinin Elmanı üstələdiyinə görə Gülçin 3-cü yer olur, Elman 4-cü yer olur, 5-ci yerə də Samirə. Bizdən soruşur, Elman 3-cü yeri tutur, Elman 4-cü yeri tutur. Yerbəndə. Deməli, biz 45 modelləşdirmə testində cədvəl informasiyasına aid olan testdə 20-sini izahını verdim. Əgər dərslərimizi davamlı olaraq belə izahların olmasını istəyirsinizsə, zəhmət olmasa kanalımıza abunə olasınız. Videoda bol-bol rəylərinizi qeyd edəsiniz ki, biz bu videonun davamını YouTube səhifəmizdə yenidən deməli yükləyə bilək. Və dərslərimizə qoşulmaq üçün və informatikanı bizimlə öyrənmək üçün 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimizə yazıla bilərsiniz. Sağ olun.